Beynəlxalq camiyyədən irəli gələn sifarişlər əsasən sabitlik, təhlükəsizlik və əməkdaşlıqla bağlıdır. Və bu anlaşılan bir məqamdır, çünki həqiqətən də dünya indi özünə məxsus keçid dövrünü yaşayır. Çünki köhnə sistem artıq demək olar ki, öz meyvələrini verməkdədir, təhvil verməkdədir, amma təzə sistem, təzə nizam təbii ki, yaranmaqdadır. Və belə olduğu halda əlbəttə diplomatiya susa bilməz. Əksinə, o gərək fəal bir tərzdə özünü əks etdirsin, digər tərəfdən yeni platformalarda öz effektivliyini nümayiş etdirsin. Ona görə də bu təəccüblü deyil ki, indi dünyada bir çox şəhərlərdə, paytaxtlarda, əsas yerlərdə həm forumlar keçirilir, həm intensiv danışıq və məsləhətləşmələr aparılır və onlar da ilk növbədə onunla bağlıdır ki, birincisi çözümünü gözləyən məsələlər ayrı bir şəkildə təsəvvürlər yaratsınlar, digər tərəfdən də siyasi dairələr onların ətrafında konsensusa gəlib çıxsınlar. Ola bilsin ki, siyasi fəallıq, diplomatik fəallıq bəzi insanlarda ikili hisslər yaradır. Çünki bir yandan deyirlər ki, bəli, bu yaxşı bir göstəricidir ki, siyasi liderlər, diplomatlar, onlar görüşürlər, kommunikasiya qururlar. Digərləri isə deyirlər ki, deməli vəziyyət o dərəcədə gərgindir ki, bunlar tələmtələsik bir tərzdə fəaliyyətə başlayırlar. Əslində, birincilər daha doğru deyirlər. Ola bilsin ki, ikincilərin də o səksəkəsinin, sonra narazılığının da əsasları var. Amma hər halda məkan boşluğu sevmir. Ona görə də biz bu günlərdə artıq bir neçə vacib hadisənin şahidi olmuşuq. Bu günlərdə bilirsiniz ki, Türkiyənin Antalya şəhərində artıq sadəcə 4-cü diplomatik forum başlayıb və Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva artıq bu tədbirdə iştirak edirlər. O cümlədən də onlarla ölkənin yüksək nümayəndələri oradadılar və əlbəttə ki, çox böyük bir formatda faydalı iş gedir. Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Biz bu günləri məhz bu məsələyə köklənirik və özdə bilirsiniz ki, elə 2 gün əvvəl də Azərbaycan paytaxtında ADA Universitetinin nəzdində Yeni Nizama Doğru adlı beynəlxalq forum keçirildi. Orada Prezident İlham Əliyevin çox vacib çıxışı oldu. Yəni, çox sayılı mesajlar artıq səsləndirdi bizim dövlət başçımız və eləcə də o elə bir məsələlər yoxdur ki, onlara münasibət bildirməsin və əlbəttə o məqamlar hamısı artıq dünya mətbuatı tərəfindən də yaxından izlənilir. Beləliklə, biz indi müzakirəmizə başlayırıq. Mənim həmsöhbətlərim Milli Məclisin deputatları Hikmət Babaoğlu, Azay Quliyev və Sevil Mikayılova. Xoş gəlmişsiniz, hörmətli qonaqlarımız. Mən sizi görməyə şadam. Mən istərdim ilk növbədə biz söhbətimizə başlamazdan əvvəl Prezident İlham Əliyevin məhz Türk birliyi ilə bağlı dediyi vacib fikirləri yada salaq. Çünki həqiqətən də bax, elə Antalya forumunda da, sonra Bakıda keçmiş ADA Universitetinin nəzdindəki forumda da bizim qardaş ölkələrdən gələn həm yüksək nümayəndələr var idi, digər tərəfdən beyin mərkəzlərinin, araşdırma mərkəzlərinin də təmsilçiləri əlbəttə ki, iştirak edirlər və əlbəttə bu məsələ həm də dövlət başçısı üçün çox həssas məsələdir və eləcə də Azərbaycanın bu məsələlərə yanaşması da bizim qardaş ölkələrdə olan həm siyasi, həm ictimai dairələrə çox vacib bir dəstək olaraq qalır. Diqqət edək. Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir. Və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələn edir. Düşünürəm ki, üz dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üz dövlətlər arasında iki tərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm iki tərəfli, həm çox tərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımız mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik.
Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur. Təşkilat etnik köklərə əsaslanır. Biz bir çox təşkilatları tanıyırıq. Onlarla müqayisə etmək istəmirəm. Lakin Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Biz həmin dəyərlərlə bölüşürük. Yenə də müqayisə etməmək çətindir, üzürlü hesab edin, lakin bunu edəcəyəm. Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər cənubu və şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və s. məsələlərlə bağlı xeyli narazılıqları görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox, bizdə yoxdur. Bu bizi unikal edir. Əlbəttə ki, bu birlik unikal birlikdir, prezidentimiz demişkən və biz bu istiqamətdə də dünya birliyinə özünə məxsus və orijinal və hətta universal bir modeli təqdim edirik. Çünki indi həqiqətən də təlatumlu vaxtı və digər tərəfdən qaynar nöqtələrin sayı artır, müharibələrə zəmin yaradılır və şərq qüvvələri bu istiqamətdə çox böyük bir intensivliklə çalışırlar. Və ona görə də dövlət başçısı bax bu məsələni diqqətə gətirir ki, insanlar, toplum və xalqlar gərək ilk növbədə onları birləşdirən, onlar üçün eyni olan məqamlara söykənərək öz əlaqələrini gücləndirsinlər ki, faktiki olaraq dünyada dayanıqlı, təhlükəsizlik bir mühit formalaşsın. Və əlbəttə bu prosesi də həmişə əngəlləyən qüvvələr var, tapılır. Ona görə də onlar da gərək o müsbət dəyişikliklərdən özlərinə bir çıxarışlar, sonra qənaətlər etsinlər, göstərsinlər ki, bəli, həqiqətən də onlar əgər qurmağı, quruculuğu bacarmırlarsa, heç olmasa gərək proseslərdə əngəllər yaratmasınlar. Sonra lazım olan, insanlar üçün vacib olan birləşdirici amilləri heç olmasa kəsməsinlər. Əlbəttə, burada özünə məxsus ənənələr də öz rolunu oynayır. Digər tərəfdən də biz bir daha dünyaya bildiririk ki, biz əgər kimlərləsə bir bloklar yaradırıqsa, sonra birlik yaradırıqsa, xüsusilə də Türk Dövlətləri Təşkilatı artıq demək olar ki, tam hüquqlu dünya proseslərinin və fəal iştirakçısıdır. Biz onu kimlərə qarşı etmirik. Biz sadəcə böyük bir arealda ki, xeyli sayda insanları, xalqları birləşdirir. Biz orada sabitlik, əminamanlıq şəraiti formalaşdırırıq. Əlbəttə, Sevil xanım, mən istədim ilk növbədə biz sizi dinləyək. Çünki faktiki olaraq diplomatiya doğrudan da demək olar ki, dünya birliyi qarşısında özünə məxsus bir növbətçidir. Və o heç vaxt gərək o həyəcan doğuran məsələləri diqqətdən kənara buraxmasın və eləcə də öz hökmünə buraxmasın onları. Və biz gördük ki, Bakıda da məsəl üçün keçən bir neçə ard-arda bu qəbildən olan forumlar ki, bu günləri artıq Antalya şəhərində gedir. Onların böyük nəticəsi var. Və təbii ki, ilk növbədə nəticələr ondan ibarətdir ki, o qara qüvvələrin istəklərinin qarşısı alınsın. Elə bizim bölgədə, Mərkəzi Asiyada, Şərqi Avropada və s. Və bizim dövlət başçımız, bax bu günləri yəqin siz də fikir verdiniz ki, bir neçə liderlərlə görüşüb, təbii ki, Rəcəb Tayyib Ərdoğanla ev sahibi kimi, sonra Suriyanın ali rəhbəri ilə, Sudanın keçid hökumətinin rəhbəri ilə, Gürcüstanın baş naziri ilə və bu nədən xəbər verir ki, ilk növbədə onların, bunun görüşdüyü, bizim prezidentimizin görüşdüyü adamların özünün marağı var ki, Azərbaycan özünə məxsus sabitliyi əldə etmək proseslərində böyük bir ustalıq göstərmiş məmləkətdir. Ona görə də mənə gəlir ki, ilk növbədə bizim prezidentimizin də diqqəti məhz o liderlərə ona görə artır ki, onlarla pozitiv təcrübə ilə bölüşmək lazımdır. Suriyada ağır vəziyyətdədir. Sonra elə bizim bölgəmizdə biz bu yaxınlara qədər Gürcüstanın təlatumlu vəziyyətini görürdük. Nəhayət
Şimali Kipr Türk Cümhuriyyəti və bunların hamısının üzərində özünə məxsus qara buludlar var və elə də qüvvələr var ki, onlar çalışırlar o buludlar orada qalsın, qərar tutsun. Amma hər halda o belə deyək, produktiv, yəni səmərəli fəaliyyət göstərən liderlər buna elə belə baxmırlar və mən elə başa düşürəm ki, bax bu özü də bizim indiki nizam üçün yeni bir baxışdır. Necə düşünürsünüz? Əlbəttə, təbii ki, belədir. Dünya çağırışlarla üz-üzədir və biz bunu 10 illiklərdir ki, deyirik. Amma çox təəssüf ki, biz daha çox söz eşidirik, nəinki əvvəl. Bugün bir sıra beynəlxalq təşkilatlarda tək tərəfli, sinik, ikiyüzlü, ikili standartların hökm sürdüyü bir şəraitdə çox təəssüf ilə qeyd etmək lazımdır ki, dünyada bir ayrıcı xətlər çəkmək istəyən mərkəzlər var ki, sözün bütün anlamlarında dünyanı bu cür fəlakətlərlə üzləşdirənlər də məhz həmin mərkəzlərdir. Və ona görə də məhz bu baxış bucağından əgər baxsaq, düşünürəm ki, həm Bakıda keçirilmiş görüşlər və bundan əvvəl Bakı prosesinin başladılması, ADO Universitetində təşkil olunmuş görüşlər, Şuşada təşkil olunmuş görüşlər, Nizami Mərkəzinin keçirdiyi tədbirlər və bu tədbirlərə kifayət qədər təcrübəsi olan dünya səviyyəli liderlərin, siyasətçilərin dəvət olunması və onların fikirlərinin, yəni öz təcrübələrinə əsaslanaraq eşitdirilməsi, dünyaya çatdırılması, bütün bunlar təbii ki, yeni dünya nizamının daha keyfiyyətli və xalqların maraqlarına xidmət edəcək bir səviyyəyə qaldırmaq və ümumən dünya nizamını dəyişiriksə, bunu daha keyfiyyətli bir istiqamətdə dəyişək deyən bir çağırış, bir belə deyək, slogan altında keçiril deyə bilərik. Və Antalya forumu da baxmayaraq ki, 4-cü dəfədir keçirilir, yəni kifayət qədər bunu gənc forum adlandıra bilərik, amma kifayət qədər də nüfuzlu forum olduğunu söyləməliyik. Çünki ildən ilə əvvəlan iştirakçıların sayının artması, bura artıq dövlət başçılarının, hökumət başçılarının, xarici işlər nazirlərinin, xarici siyasət idarələrinin rəhbərlərinin, tanınmış siyasətçilərin qatılması və maraq göstərməsi buraya. Bu ondan xəbər verir ki, bu çox azad bir platformadır. Burada kifayət qədər dünya bugün çağırışlar üz-üzədir söylədik və bu çağırışlara cavab axtarmaq istəyən, cavab tapmaq istəyənlər üçün yeni fikir eşitmək məkanıdır və bu baxımdan da cəlb edicidir. Və bu ilki 4-cü Antalya Diplomatiya Forumunun üstünə düşən bu artıq tamamilə yeni bir səhifə olacaqdır. Çünki cənab prezidentin orada çıxış etməsi, iştirak etməsi, eyni zamanda cənab Ərdoğanın iştirak etməsi, eyni zamanda digər biz burada dövlət rəhbərlərini, xüsusilə siz qeyd etdiniz, Suriyanın keçid hökumətinin rəhbəri və Sudanın keçid hökumətinin rəhbəri, yəni bu səviyyədə deməli siyasətçilərin də qatılması artıq yeni dünya düzənində yeni suveren hüquqların tanınması kimi də anlaşılmalıdır. Çünki biz beynəlxalq münasibətlər sisteminə baxsaq, daha çox təzyiqlər, daha çox təpkilər, daha çox belə deyək, sıxışdırmalar, daha çox bizimki, sizinki və cənab prezident bugün, daha doğrusu cənab prezident ADA-da keçirilən görüşdə də qeyd etdi, sevilənlər və sevilməyənlər qrupu, yəni bir sıra beynəlxalq təşkilatlarda bu cür təyinlər formalaşır. Bugün bu cür terminlər formalaşıb ki, bunun özü də obyektiv baxışı kifayət qədər məhdudlaşdırır. Və mən bu məsələni xüsusi olaraq qeyd etmək istəyirəm ki, bugün əgər biz Birləşmiş Ştatların xarici siyasətində tamamilə yeni bir baxışın formalaşmasını görürüksə və bugün Birləşmiş Ştatlar artıq demokratiyanın əndazədən çıxmasını və onun özünün bir sıra təsisatlarının demokratik ənənələri və demokratik dəyərləri sındırması ilə bağlı fikirlərini səsləndirirlərsə, düşünürük ki, məhz bu cür platformaların, bu cür düşüncələrin, bu cür açıq fikir mücadiləsinin də təbii ki, payı var, töhfəsi var və ona görə də bu cür platformaların rolü düşünürük ki, bundan sonra da artacaqdır. Aydındır və təbii ki, bax burada həqiqətən də biz indi o həm də sabit, sakit, latent bir mücadilənin şahidiyik hamımız. Çünki faktiki olaraq biz görürük nə dərəcədə bu güc mərkəzləri özləri anlaşılmaz bir tərzdə, məsəl üçün bu və ya digər məsələyə yanaşırlar, sonra ağa qara deyirlər, qaraya ağ deyirlər. Digər tərəfdən, məsəl üçün işğala məruz qalan ölkələri sadəcə çalışırlar bir qara boyalarla təsvir etsinlər. Ancaq bu faktiki olaraq elə o deməkdir ki, yəni siz həqiqəti tapdalayaraq artıq elə bir anlaşılmaz vəziyyət formalaşdırırsınız ki, burada
dünya birliyi çaşqın vəziyyətə düşür. Və ona görə də prezidentimiz bax bu günlərdə elə əvvəldə eşitdiyimiz o fikirlərində bildirir ki, yəni bəzi hallarda o bir-birinə yapışmayan şeyləri zorla calaq etməyə çalışanlar, onlar o dünya nizamının özünü pozurlar. Amma Türk birliyinə gəldikdə isə biz görürük ki, bəli, bu xalqlar, onların nümayəndələri, toplumları, digər tərəfdən onların hakim elitaları çox böyük həvəslə bir-birlərinə tərəf addım atırlar, özlərini bir-birlərini eşidirlər və hətta bir-birlərinə söykənirlər. Ona görə də bu fəaliyyət səmərəlidir. Demək, bayaq mən qeyd etdim, Prezident İlham Əliyevin iki tərəfli görüşləri olub və Sudan suveren hökumətinin keçid nümayəndəsi, daha doğrusu Suveren Respublikasının keçid hökumətinin rəhbəri Əbdülfəttah Əl-Burhanla görüş olub prezidentimizin və təbii ki, bu vacib bir görüşdür. Çünki Sudan Respublikası artıq faktiki olaraq parçalanmadan sonra indi çox böyük problemlərlə üz-üzədir və əlbəttə ki, onlara da sabitləşdirici trendlərə yiyələnmək çox vacib bir məsələdir və təbii ki, Azərbaycan lideri bu məsələlərə biganə deyil, çünki biz elə bu ölkənin nümayəndələrini qoşulmama hərəkatında da görürdük, onlar bizim tərəfimizdə olan bir qüvvədir və mən istəyirəm indi bax biz o görüşlə bağlı bir süjetə diqqət yetirək. Sudan Respublikasının Suveren Keçid Şurasının sədri ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd etdi. O, Azərbaycanın həm öz regionunda, həm də dünyada böyük nüfuza malik vacib ölkə olduğunu vurğuladı. Abdelfattah Al-Burhan, Abdelrahman Al-Burhan Sudanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi və ölkələrimiz arasında mədən sənayesi, neft, energetika, infrastruktur, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı. Söhbət zamanı təhsil və təlim sahələrində də əməkdaşlıq müzakirə olundu. Dövlətimizin başçısı 2019-cu ildə Abdelfattah Al-Burhan, Abdelrahman Al-Burhanın qoşulmama hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci zirvə görüşündə iştirakını və səfər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı. Bundan sonra Azərbaycanla Sudan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı. Görüşdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün iqtisadi təyinatlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələlərinə dair fikir mübadiləsi aparıldı. Qoşulmama hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olundu. Azərbaycan televiziyasının xüsusi müxbiri Vüsal Mətləb Antalyadadır və biz indi onu dinləyəcəyik. Vüsal, salam, eşidirsiniz bizi və mən xahiş edərdim siz orada gedən proseslərlə bağlı son təfərrüatları bizə çatdırasınız. Buyurun. Salam Tofiq müəllim, axşamınız xeyir. Sizi, qonaqlarımızı və tamaşaçılarımızı salamlayıram. Beynəlxalq hüququn qeyri-işləkliyi, beynəlxalq münasibətlərin qeyri-sabitliyi barədə giriş nitqinizdə danışdınız. Forumun adı əslində sizin dediklərinizin bugünkü reallıqlarla nə qədər üst-üstə düşdüyünü nümayiş etdirir. Parçalanmış dünyada diplomatiyaya sahib çıxmaq. Əslində forumun adını biz iki yerə bölərək təhlil etsək, dediyim kimi onun hazırki vəziyyətlə nə qədər üst-üstə düşdüyünü təəssüf ki, görmüş olaraq. Parçalanmış dünya və diplomatiyaya sahib çıxmaq. Dünya bugün tündləşən ayrıcı xətlərlə təəssüf ki, qütblərə bölünüb və diplomatiyaya sahib çıxmaqsa diplomatiya faktiki qeyri-işləkdir, sahibsizdir və bu missiyanı üzərinə götürməyə çalışır bəzi ölkələr, o cümlədən Türkiyə, dialoq yolu ilə bu qütbləşmənin aradan qaldırılması, ziddiyyətlərin, hətta siyasi ziddiyyətlər burada yumşaq səslənir bəlkə bir ifadə olaraq, çünki söhbət artıq hərbi toqquşmalardan gedir. Antalya Diplomatiya Forumunun missiyası həm də bunu həyata keçirməkdir. Açılış nitqində, forumda açılış nitqində Türkiyənin Xarici İşlər Naziri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər və onların hər iki çıxışçının əgər biz nitqini təxminən məzmun etibarilə sistemləşdirsək, üç istiqamət xüsusilə diqqət çəkirdi. Bu, qlobal gündəlik, regional gündəlik və Türkiyənin bu və digər məsələlərin həllində rolu, xüsusilə artan rolu və bundan sonraki dövrdə artacaq rolu ilə bağlı məqamlara xüsusilə toxundular. Bundan sonra 3 gün forum çərçivəsində diplomatlar, eyni zamanda ekspertlər, beyin mərkəzləri Antalyada işləməyə davam edəcəklər. Eyni zamanda Azərbaycan Prezidentinin artıq sizin də qeyd etdiyiniz kimi iki tərəfli görüşləri oldu və Türkiyə, Şimali Kipr Cümhuriyyəti, Gürcüstan liderləri ilə Suriya və Sudan
keçid dövrü hökumətlərinin rəhbərləri ilə görüşlərdə həm ikitərəfli gündəlik, həm də regional əməkdaşlıq məsələləri diqqət mərkəzində idi. Eyni zamanda bir faktı xüsusilə qeyd etmək olar. Bu ölkələrin bir çoxu üçün Azərbaycanın təcrübəsi olduqca əhəmiyyətli və maraqlıdır. Xüsusilə Şimali Kipr, Sudan, Suriya, Gürcüstan üçün təbii ki, Azərbaycanın təcrübəsi əhəmiyyətli ola bilər. İndi onların hansı turbulent dövrdən, hansı ki, Azərbaycan vaxtilə bu mərhələni keçib, hansı turbulent dövrdən keçdiyi göz önündədir. İkitərəfli münasibətlərlə yanaşı Türkiyə prezidenti ilə görüşdə xüsusilə ikitərəfli münasibətlərlə yanaşı Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyət nəzərdən keçirildi və bu o deməkdir ki, həm Azərbaycanın gündəliyində təkcə regional məsələlər yox, artıq Avrasiyanı qayğılandıran, Avrasiya ölkələrini qayğılandıran məsələlər dayanır. Belə əlavə sual varsa cavablandıra bilərik. Bugünün ümumi xülasəsi təxminən bundan ibarət idi. Aydındır. Çox sağ olun. Vüsal, təbii ki, biz yaxından izləyirik bu hadisəni və əlbəttə ki, ilk növbədə biz görürük ki, həqiqətən də Azərbaycan liderinə çox böyük diqqət var. Çünki Azərbaycan bu vacib adlarını çəkdiyiniz vacib istiqamətlərin hamısında böyük uğur qazanıb. Digər tərəfdən biz bir çox həlli, çox çətin görünən məsələlərlə bağlı özünə məxsus alqoritmləri təqdim etmişik. İlk növbədə özümüz də onları sınaqdan keçirmişik və ona görə də bizim üçün bir çox məqamlar aydındır ki, niyə Azərbaycan diplomatiyasının dəsti xətti bax beləcə yaxından izlənilir və həm də öyrənilir. Mən təşəkkür edirəm Vüsal. Bəli, buyurun. Əslində Azərbaycan üçün son bir həftədə keçirilən iki tədbirin məntiqi davamı idi Antalya Diplomatiya Forumu. Məlumdur ki, bu həftə ərzində Bakı Qlobal Forumu, son bir həftə ərzində Bakı Qlobal Forumu və ADA Siyasi Forumuna ev sahibliyi etmişdi ölkəmizin paytaxtı və Azərbaycan Prezidenti hər iki tədbirdə iştirak etmişdi. İndi isə Antalya Diplomatiya Forumu təxminən eyni məzmun birləşdirir hər üç forumu və Azərbaycan hər üç forumda da eyni mesajları, eyni çağırışları etdi. Bəli, bu bir daha onu göstərir ki, bu Türk Dövlətləri Təşkilatı çərçivəsində olan bütün qüvvələr hamısı eyni dalğaya köklənib və biz bir-birimizi tamamlayırıq və buna çox böyük ehtiyac var. Çünki əgər bir-birimizin təcrübəsindən biz faydalanmasaq, təbii ki, bizim çox böyük problemlərimiz ola bilər. Və Daşkənddə, doğrusu Səmərqənddə keçmiş bu Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələrinin samitində də biz bəzi xoşagəlməz hadisələrin şahidi olduq. Ona görə də biz gərək ayıq-sayıq olmaqla bərabər həm də bir-birimizi hiss edək və tamamlayaq. Çox sağ olun Vüsal, təşəkkür edirəm. Çox dəyərli fikirlərə görə. Sağ olun, təşəkkür edirəm. Fikrət müəllim, bax, necə deyərlər, biz bir yandan çalışırıq ki, bu dünyada gedən proseslərlə bağlı sağlam bir məntiqlə yanaşmalarımız göz önündə olsun, sonra aktual gündəliyin formalaşmasında biz demək olar ki, öz payımızı veririk və heç yaxamızı kənara çəkmədən iştirak edirik. Amma buna baxmayaraq, məsəl üçün, bizim qonşularımız bu proseslərdən uzaqdırlar və onlar ümumiyyətlə heç bir yerdə görünmürlər. Və bu bir daha onu göstərir ki, suveren siyasət yeritməyə bacarmayan Ermənistan demək olar ki, özünü bir növ pauzaya qoyub. Amma buna baxmayaraq, bax, indi mən təsadüfən bu Mərkəzi Asiya problemini indi diqqətə gətirmədim. Çünki orada faktiki olaraq Ursula von der Leyen o Şimali Kipr Respublikası ilə bağlı neçə illər üstündən keçmiş qətnamələri yadına çıxartdı. Heç kəsin yadına düşmürdü ki, Azərbaycan Ermənistan qarşı durması çərçivəsində 4 qətnamə asılı vəziyyətdə qaldı. Ona heç kəs məhəl qoymurdu. Amma indi nədənsə birdən-birə onlar çalışdılar, bax bu məsələni gündəmə gətirsinlər. Deməli, biz bir daha görürük ki, bəzi güc mərkəzləri sui-istifadə edərək problemlərin həllə əvəzinə, əksinə onların üzərinə yenilərini əlavə edirlər. Yəni, bu nəyə hesablanmış yanaşmalardır, nə siyasətdir, bunun adını necə qoymaq olar? Bunun bir adı var da, yəni Azərbaycan Prezidenti ADA Universitetində keçirilən forumda Türk Dövlətləri Təşkilatının əslində struktural genezisinə toxundu, onu monolit bir təşkilat kimi təqdim etdi. Yəni, hər bir xalqın etnogenezisi olduğu kimi, hər bir insanlar qurumunun da struktural genezisi var. Azərbaycan Prezidenti bizə əsaslandırdı. Ortaq etnik kök, ortaq dil, ortaq din, ortaq mədəniyyət. Yəni, və müqayisə də elədi, dedi ki, dünyada heç bir ikinci belə təşkilat yoxdur. İndi Avropalı nə etməlidir sizcə? Avropalı çalışmalıdır ki, bu monolit birliyi pozsun. Avropalıları, o cümlədən bəzi qonşularımızı çoxdan narahat edirdi ki,
Türk Dövlətləri Təşkilatı böyük plana doğru gedir. Yeni güc mərkəzi yaranacaqdır. Azərbaycan prezidenti hələ Şuşada keçirilən beynəlxalq konferansda da demişdi ki, yeni dünya nizamında Türk Dövlətləri Təşkilatı güc mərkəzlərindən biri ola bilər. İndi bunun başqa yolunu tapa bilmirlər. Bu cür arxeologiya apararaq, siyasi diplomatik arxeologiya birdən-birə qabaqlarına nə çıxır? Kipr məsələsi çıxır. Nə etmək lazımdır? Orta Asiya ölkələrinə maddi həvəsləndirmə yolunla Türk Dövlətləri Təşkilatı içərisində Türkiyəyə qarşı qoymaq lazımdır. Amma əslində Azərbaycan prezidenti ADA beynəlxalq forumunda onların da cavabını verdi və qardaş Şimali Kipr Türk Cumhuriyyətindən bağlı mesajlarını verdi. Dedi, biz sona qədər onların davasının yanındayıq. Elə Antalyada ilk görüşdüyü prezident də Şimali Kipr Cumhuriyyətinin prezidenti oldu. Hazırda yeni dünya nizamında biz bilinəndən bilinməyənə doğru gedirik. Bildiyimiz nə idi? Bildiyimiz köhnə dünya nizamıdır. O artıq dağılır, yoxdur. Elə Antalyada keçirilən forumlarda nədir? Demək, dağılan dünyada diplomatiyanın bərpası. Demək bir diplomatiya ya çox ciddi xəsər alıbdır, ya da ümumiyyətlə yoxdur, onu bərpa eləməliyik yenidən sıfırdan. Diplomatiya nə deməkdir? Diplom sözündəndir. İkiyə qatlanmış. Biz diplom alırıq. Düzdürmü? İki üzü var. Diplomatiya xüsusi olaraq ona görə fikirləşib ki, ölkələrin xarici siyasətini tənzimləyən bir alət kimi çıxış etsin. Bunu da qətlə yetirdilər. Həm okeanın o tayında, həm bu tayında, həm Avropada, həm Rusiya-Ukrayna müharibəsində diplomatiya öldü. Ne demək lazımdır? Yenidən şans vermək lazımdır ki, xarici siyasəti həyata keçirəcək yeni mexanizm yaradılsın. Və bu ən azı olmalıdır, iki olmalıdır ki, yəni birində razılaşmasan, birində də razılaşasan. İndi diplomatiyanın yerini nə tutubdu? Amirane diktə. Mən bunu deyirəm, sən bunu eləməlisən, bu şəkildə də olmur. Ona görə mən düşünürəm ki, indi gəlin görək, yola saldığımız və yaxud arkada qoyduğumuz yeni dünya nizamı 2-ci Dünya müharibəsindən sonra formalaşan dünya nizamı idi. Burada qürur verici nədir? Bax, 2-ci Dünya müharibəsindən sonra formalaşan dünya nizamında Türkiyə var idi mi? Yox idi. Azərbaycan var idi mi? Yox idi. Düzdürmü? Digər türk dilli ölkələr var idi mi? Yox idi. Müsəlman dünyası vardı mı? Yox idi. Əgər onlar olsaydı, heç olmasa Birləşmiş Millət Təşkilatının 5 daimi üzvündən biri də bu ölkələrdən olardı. Amma indi bax, yeni dünya nizamına doğru getdiyimiz yolda nə var? Demək, Bakı Qlobal Forumu var, nə var? ADA Forumu var, nə var? Antalya Diplomatiya Forumu var. Görürsünüzmü? Yəni, birinci qürur verici odur ki, demək, Türk Müsəlman Şərqi elə liderlər yetişdirib ki, onlar artıq yeni dünya nizamının formalaşmasına öz töhfələrini verirlər. Dünyanın yarısı bugün Antalyadaydı. Bir neçə gün bundan əvvəl dünyanın yarısı Bakıdaydı. Doğrudurmu? Qlobal Bakı Forumunda. Yəni, bu nə deməkdir? Biz artıq yeni əsrdə yeni dünya nizamının qurucularından biriyik. Qardaş ölkənin prezidenti yenə dedi ki, dünya 5-dən böyükdür. Yəni, əgər yeni dünya nizamı 5 olacaq, 7 olacaq, nə olacaqsa, orada mütləq bir təmsilçimiz olacaqdır. Azərbaycan prezidenti nə dedi? Təklif elədi ki, Birləşmiş Millətlər Təşkilatının daimi şurasına, daimi əsaslarda, təhlükəsizlik şurasına İslam Əməkdaşlığı Təşkilatının üzv olsun, növbəli şəkildə. Yəni, görürsünüzmü? Müxtəlif ideyalar və fikirlər. Ona görə də mən düşünürəm ki, hazırda bax, bu bizim yeni qurulan dünyada qurucu segment olmamız həm də bizim gələcək nəsillərə töhfəmiz olacaqdır. Qaldı ki, Azərbaycan prezidentinə, onun çıxışlarına olan maraq. Əslində, Azərbaycan prezidenti Antalyaya getməmişdən qabaq, yeni dünya nizamında Azərbaycanın yeri, rolu, mövqeyi və Azərbaycanın yeni dünya nizamından bağlı mümkün baxışlarını ifadə edərək getmişdir. Həm Qlobal Bakı forumunda, həm də adada keçirilən beynəlxalq forumda. Ona görə də baxın, Azərbaycan bugün rol modeldir. Biz nəyi müşahidə edirik Antalya forumunda, nəyi görürük? Əvvəlcə Azərbaycanı biz Cənubi Qafqazın aparıcı ölkəsi adlandırırdıq, doğrudurmu? Sonra bəlli olur ki, yox, bu coğrafiyanı genişləndirmək lazımdır. Orta Asiyanın və Cənubi Qafqazın. Suriyada baş verən son hadisələrdən sonra yox, bir coğrafiyanı bir qədər də böyütmək lazımdır. Necə? Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqazın aparıcı ölkələrinə və nəhayət Antalya forumunda bir Afrika çıxdı. Doğrudurmu? Sudanın prezidenti nəyə görə Azərbaycan prezidentindən görüşmək istədi və görüşdü? İndi baxın, Sudan parçalanmışdı. Öz ölkəsini bərpa eləmək istəyir. Azərbaycan bu yolu keçibdir, bir nümunə qoyub ortaya ki, necə bərpa eləmək lazımdır, doğrudurmu? Suriya parçalanmışdı, yenə problemlər var. Suriya prezidenti nə üçün görüşür Azərbaycan prezidentindən? Öyrənmək üçün. Bəli. Necə bərpa eləyək? Gürcüstan bir neçə gün bundan əvvəl, bir neçə ay bundan əvvəl vətəndaş müharibəsinin
Ərəfəsindəydi, bəli. Çandarından döndü, Astanasından Astanasından döndü. Bu gün də Avropa Şurasında yenə Gürcistan haqqında danışırlar ki, dərhal yeni parlament buraxılmalıdır, yeni seçkilər keçirilməlidir. Baxın, bu gün Aşvada baş verən hadisələr. Və bunlar yenə nəyi model olaraq götürməlidirlər? Baxın, Gürcistanın parlament sədri Azərbaycan prezidentinə Adam Universitetində Gürcistanla bağlı çıxışına görə təşəkkür elədi. Bir neçə saat bundan öncə. Bax, görürsünüzmü? Demək ki, artıq sifariş edilən, tələb olunan yeni nizamda yeni fikir və yeni mövqe lazımdır. Amma bu mövqe sözdə olsa bəlkə o qədər təsir olmayacaqdır. Amma bir də var Azərbaycan liderinin, Azərbaycan prezidentinin yaratdığı nümunə. Ona görə də Azərbaycan bugün həm Orta Asiya üçün, həm Avropa üçün yer gəlmişkən bunda deyək, həm də demək Yaxın Şərq və Şimali Afrika üçün cazibədar bir modeldir. Ona görə də bax, mən düşünürəm ki, yeni dünya nizamında Azərbaycanın yeri də, rolu da bugünkü statusuna uyğun müəyyənləşəcəkdir. Bəli, hətta mən deyərdim ki, Azərbaycan bu qlobal baxımdan o quruculuq yoluna çoxdan çıxmışdı. Və əgər yada salsaq ki, necə biz qoşulmama hərəkatında 4 il uğurla sədrlik etdik. Azərbaycan prezidenti çox böyük təşəbbüslər irəli sürdü. Hətta o təşkilatın çərçivəsində parlament şəbəkəsi yaradıldı, sonra qadınlar şəbəkəsi və s. Yəni bunlar hamısı nədən xəbər verir? Yəni faktiki olaraq prezident Əliyev artıq o məqamlardan bilirdi ki, xalqlar arasında da münasibət yaratmaq lazımdır. Çünki birincisi qoşulmama hərəkatı, BMT-dən sonra bildiyimiz kimi ikinci böyük təşkilatdır. Digər tərəfdə orada təmsil olunan o ölkələrin bir çoxu əzab çəkmiş, zəlil olmuş xalqlardır ki, müstəmləkəçilər olaraq da olmazın zülmünü yaşatmışdılar və nəhayət bildirildi ki, yəni o qoşulmama hərəkatının tərkibində parlament şəbəkəsi nə deməkdir? Yəni bu ölkələrin xalqlarının arasında bir var şaquli münasibətlər, bir də var üfüqi münasibətlər xalqlar arasında və ona görə də bax bu günləri yenidən parlament diplomatiya məsələsi ortaya çıxır. Azay müəllim, mən elə başa düşürəm ki, siz bu prosesdə çox səriştəli bir siyasətçisiniz. Mən istərdim bu məsələyə siz münasibət bildirəsiniz. Çünki bax elə Antalya forumunun özündə də parlament diplomatiyasının rolundan çox danışılıb. Çox sağ olun Tofiq müəllim. Əlbəttə parlament diplomatiyası bugün xüsusi bir rola malikdir. Səbəb çox sadədir, çünki parlamentarilər birbaşa xalq tərəfindən seçildiyinə görə xalqın təmsilçiləridir, xalqın sözünü deyirlər. Və bəzən hökumət belə də institutlarından fərqli olaraq parlament deyək təmsilçiləri fərqli yanaşmalar ortaya qoyurlar və bir çox məsələlərdə hökumətlə parlamentin birgə fəaliyyəti bir-birini tamamlayır. Və bəzən elə olur ki, məsələn, açıq deyək, hökumətin deyə bilmədiyi, bəzi diplomatik o etiket qaydalarına uyğun olaraq müəyyən fikirləri diplomatik deyək ki, formada çatdırma zərurəti yarandığına hökumət bəzən fikirlərini biraz fərqli istiqamətdə deyirsə, parlamentar da daha açıq, daha sərbəst şəkildə deyə bilər. Ona görə də bugün bu proseslərin ki, açıq şəkildə bugün müzakirəsi aparılır, orada əlbəttə parlamentarilər bir çox məsələləri daha açıq formada, daha cəsarətli formada deyə bilərlər və deyirlər də. Ancaq bugün sizin qoyduğunuz əvvəlki sualların da mən o mahiyyətindən və onun fəlsəfəsindən çıxış edərək istərdim digər bir məqamada toxunaq. Burada biz çox haqlı olaraq, yəni Azərbaycan olaraq, Türk dünyası olaraq, ayrı-ayrı deyək ki, mərkəzlər olaraq yeni dünya düzənindən danışırıq. Amma bu yeni dünya düzəni nədir və bundan Azərbaycanın yaxud da Türk dövlətinin bu düzəndə rolu və göyə biləcəyi işlər nədən ibarətdir? Bu barədə biraz ətraflı biz danışmalıyıq. Siz bayaq bir çox ölkələrdən danışdınız, bir çox qurumlardan danışdınız. Əslində baxanda köhnə düzən artıq biz dediyimiz kimi işləmir, artıq o başa vurmaqdadır. Əslində baxanda köhnə düzənin də, əgər ümumiyyət yeni düzənə biz münasibət bildirəndə də, məhz köhnə düzən niyə çökmək üzrədir, niyə çöktü sualına da cavab tapmalıyıq. Orada iki mühüm istiqamət vardır. Bir, prinsiplər və dəyərlər, bir, təsisatlar. Prinsiplər və dəyərlər, bilirsiniz ki, BMT yarandan zamanı əsas nə idi? Təhlükəsizliyin təminatı, buna BMT-nin Təhlükəsizlik Şurası məsuliyyətdaşıdır, əməkdaşlıq, çox tərəflik və ölkələrin daxili işlərinə qarışmamaq, siyasi müstəqilliyini qəbul etmək. Və həm də sərhədlərin toxunulmamız. Bəli, və ümumi şəkildə təhlükəsizlik bura aiddir. Amma bu son müddətdə bütün bunların hamısı darmadağın oldu. Baxın, indi
təhlükəsizliklə bağlı biz nədən danışa bilərik? Beynəlxalq hüquq normalары hansı səviyyədədir? Bu gün istənilən ölkə gedib, məsəl üçün Ukrayna-Rusiya müharibəsində, daha sonra Rusiya-Ukrayna müharibəsinin timsalında biz görürük ki, artıq bu heç bir əhəmiyyət kəsb etmir, o təhlükəsizlik arxitekturası tamamilə darmadağın olub. Yaxud da ABŞ-ın yeni prezidentinin Kanada ilə, nə bilim, Qırlandiya ilə və yaxud da ki, deyək, Panama ilə bağlı verdiyi bəyanatlar bu hansı deməli vəziyyətə gətirib çıxardır həmin o təhlükəsizlik arxitekturası. Yəni Azərbaycan özü uzun illər məsələ ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmişdi və yenə də o prinsiplər tamamilə deyək ki, əməl olunmurdu. Və yaxud da deyək çox tərəfli ilə bax, çox tərəfli ilə hansı vəziyyətdədir? ABŞ yenə də artıq deməli Dünya Səhiyyə Təşkilatından çıxdı, Paris İqlim müqaviləsindən çıxdı, BMT-nin biçim üstündən çıxdı və s. Və artıq bunlar dediyimiz o dəyərli prinsiplər artıq eroziya uğrayıbdır. Bunlar artıq özünü doğrultmur. Gələr indi təsisatlara. Ən böyük təsisat nədir? BMT Təhlükəsizlik Şurası. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün bütün 3-ü ən azı bugün beynəlxalq hüquq normalarını demək olar ki, ayaqlar altına atır. Yaxud da deyək, ikinci gəldi NATO. NATO-da bugün vəziyyət nə yerdədir? Bugün həmin NATO-nun bildiyi var mı? Bugün NATO-nun bir üzvü digər üzvünə qarşı artıq təcavüz planından danışır. Yaxud Avropa İttifaqı. Avropa İttifaqının yaranmasında biz bilirik ki, əvvəl yarananda kömür ittifaqı kimi yaranmışdı. Kömür və deməli metal birliyi kimi yaranmışdı. Ondan sonra birliyə çevrildi. Amma indi artıq o da öz dövrünü başa vurur. Bugün Avropa İttifaqının manati var mı? Baxma ki, onların konstitusiyasında qəbul etdiyi qərarlar, ümumiyyətlə prinsiplərində konsensus var. Bu da yoxdur. Və yaxud biraz da aşağı istiqamətə gəlir. Bugün kollektiv təhlükəsizlik birliyi, Rusiyanın KTMT rəhbərlik etdiyi bir qrup. Orada vəziyyət nə yerdədir? Yaxud da Avrasiya, nə bilim, bildiyi və bu kontekstdə biz baxmalıyıq ki, yeni bir qurum yaranır. Türk Dövlətləri Birliyi. Bu yeni nəfəs gətirir dünya nizamına. Bu bütövlükdə bayaq dedik ki, dəyərlər baxımında cənab prezident qeyd etdi. Dəyərlərimiz nə qədər bir-birinin üstünə düşür. Milli, etnik, dini, təcrübəmiz, bütün hamısı üstə düşür. Və bir də yeni imkanlar, resurslar, yeni təhlükəsizliklə bağlı rıçaqlar və alətlər, bizim resurslarımız, coğrafi yerləşməmiz, bugün o bağlılıqla bağlı, bugün Asiyanın, Avropanın birləşinə xətməsi haradan keçir? Türk Dövlətləri Birliyindən keçir. Bugün Avropanın ən böyük, ən güclü ordusu hansı ordudur? Türkiyə ordusudur. Bugün təkcə o cənab prezident dedi ki, paradlarda deyil, hərb meydanında özünü sübut etmiş, özünün şanlı tarixini yazan ordu hansı ordudur? Azərbaycan ordusudur. Baxın, bütün bunlar hamısı artıq bugün yeni dünya düzənində çox tələb olunan və bütövlükdə bu yeni düzənin formalaşmasında və güc mərkəzi kimi yaranmasında Türk dövlətləri üçün çox böyük bir üfüqlər açır. Və təsadüfi deyil ki, son 2-3 ildə Azərbaycan, mən bunu səmimi şəkildə deyirəm, Türk Dövlətləri Birliyinin monopoliyinin yaranmasında, konsolidasiyasının qurulmasında öncüllük edir. Hətta bir çox halda Türkiyədən də irəliyə gedir. Niyə? Çünki Azərbaycan bunu bilir. Artıq Azərbaycan 2020-ci ildə əldə etdiyi tarixi qələbədən sonra həm özünə bir özgüvən yarandı, həm öz gücünə bir daha əmin oldu ki, doğrudan da biz bunları necə edə bilərik. Və bir daha əmin oldu ki, biz hələ Türk dövlətlərini bir araya gətirsək, gör hansı bir sinerji yarada bilərik. Və o dövlətlər də bizdən örnək götürürlər. Və örnək götürürlər. Baxın, bu gün həm də bu beynəlxalq təhlükəsizlik arxitekturası, bu ümumi prinsiplər niyə pozuldu? Baxın, 2021-ci ildən başlayaraq çöbuş şəkildə ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilələri biz müşahidə etdik. Biz narıncı inqilabları gördük, ərəb inqilabları gördük. Onlar nə günə saldı həmin ölkələri? Amma BMT-nin nizamnaməsində yazılıb ki, Helsinki prinsiplərində yazılıb, 75-ci qəbul olunan prinsiplər yazılıb ki, dövlətlərin daxili işlərinə qarışmaq olmaz. Onların siyasi müstəqiliyinə hörmət etmək lazımdır. Yəni, belə bir paradigmanın dəyişikliyini biz müşahidə edirik və biz çox ciddi bir deməli, keçid bir dönəmində yaşayırıq və indi əlbəttə ki, üzərimizə düşən bilirsiniz, deyirlər o böhranlar həm də bir fürsət imkanı yaradır. Bugün bu yaranmış beynəlxalq təhlükəsizlik kontekstində yaranan bu böhranlar bizim üçün, Türk dünyası üçün çox böyük bir fürsətdir. Ona görə biz fürsəti doğru dəyərləndiririk. Və bu baxımdan dediyiniz kimi, həm parlament trackində, yəni parlament diplomatiyasında, həm hökumətlərarası əməkdaşlıq qrupu, həm də beynəlxalq platformada Azərbaycan bugün çox parlaq bir nümunə göstərir. Siz bayaq qoşulma hərəkətindən misal gətirdiniz. Niyə? Sual olunur. Niyə indiyə qədər Azərbaycan sədrliyi etdiyi müddətə qədər qoşulma hərəkəti bu qədər populyar deyildi? 2 səbəbə görə. 1. Lider məsələsi çox önəmlidir. Yəni, həmin təşkilata rəhbərlik edən liderin şəxsiyyəti, onun bütün xarizması, beynəlxalq arenada nüfuzu çox önəmli. Və işgüzarlığı. İşgüzarlığı da prinsipal təşəbbüskarlığı. Baxın, gələndən sonra
Cənab Prezident o gün qeyd etdi. 3 il müddətdə seçilən bir ölkənin ilk dəfə idi ki, növbəti bir ilə konsensusdan müddəti uzatdılar. Bütün institusional dəyişikliklər məhz Azərbaycan dövründə baş verdi. Yəni bu nədən xəbər verir bilirsiniz? Hətta Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olanda da Azərbaycan bir çox təşəbbüslərdən çıxış etmişdi. Ona görə də bugün bütün bu proseslərdə Azərbaycan öz nümunəsini yarada gedir, öz sözünü deyə gedir. Ona görə Azərbaycanda maraq artır. Və görüşlərdə Azərbaycan təcrübəsini öyrənirlər. Konkret olaraq, məsəl üçün, keçmiş, belə deyək də, postsovet məkanında sizə başqa bir lider tapa bilərmisiniz ki, məsələn, Rusiya-Ukrayna müharibəsindən bağlı, məsələn, Adam Universitetində dediyi cənabın çıxışları nə qədər səmimi, nə qədər cəsarətli fikirlər söylədi. Türkiyə-İsrail münasibətlərinin normallaşmasına, başqa qlobal məsələlərdə, Çinlə bağlı olan məsələlərdə. Yəni, bu həm dediyim kimi, özgüvəndən qaynaqlarım, həm siyasi iradədən qaynaqlar, həm də səmimiyyətdən qaynaqlar. Bugün Azərbaycan Prezidenti sübut etdi ki, siyasətdə həm səmimiyyət mümkündür, həm dürüstlük mümkündür və bunun üçün də yeganə sən cəsarətin lazımdır və proseslərə, necə deyərlər, uzaq görən prizmada yanaşman lazımdır. O baxımdan da duymuyorum. Əlbəttə ki, bütün bunlar hamısı, mən əminəm ki, Azərbaycanın doğru istiqamətdə apardığı siyasətin bir hissəsi olaraq gələcəkdə öz nəticəsini verəcək və Azərbaycan və Türk dünyası heç kimdə şübhə olmasın ki, məhz bu düzəndə özünə məxsus və haqq etdiyi yeri ala biləcəkdir. Bəli, düz buyurursunuz və əlbəttə ki, problemli vəziyyətlər həmişə münasibət bildirərək artıq bəlli edir ki, hansı ölkə harda yaranmış konjunkturanı necə qavrayır, ona necə münasibət bəsləyir. Və təbii ki, Suriya yaralı olan bir ölkədir və onun da bu vəziyyətə düşməsinin də səbəbkarları bəllidir. İmperiya qüvvələri idi, sonra müxtəlif güc mərkəzləri idi ki, onlar anlaşılmayan, sonra qeyri-sağlam bir paradigmalardan istifadə edirdilər və təbii ki, indi Azərbaycan artıq mənalı bildirir ki, biz Suriya xalqının yanındayıq. Biz onun ərazi bütövlüyünü dəstəkləyirik və həm də orada quruculuq, bərpa işlərində işləməyə, iştirak etməyə hazırıq. Və gəlin Prezident Həməliyin bu məsələ ilə bağlı münasibətini yada salaq. Çox təəssüf ki, Suriya əvvəlki rəhbərliyin dövründə ermənipərəst və anti-Azərbaycan mövqeyini tuturdu. Ermənistan rəhbərliyi ilə Suriyanın əvvəlki rəhbərliyi arasında çoxlu siyasi təmaslar, təbrik məktubları, qarşılıqlı səfərlər olub. İndi isə Ermənistan hökuməti elə bilir ki, bunu heç kim xatırlamır. Amma hamımız onların Prezident Əsəd hökumətinə nə qədər yaxın olduqlarını, necə ünsiyyət qurduqlarını, necə əməkdaşlıq etdiklərini xatırlayırıq. İndi Suriyaya humanitar yardım göndərməyə çalışmaları bir daha erməni riyakarlığını nümayiş etdirir. Ümid edirəm ki, Suriyanın yeni hökuməti bu riyakarların və yeni hökumətin düşmənlərinin bu ölkədə yer tapmalarına, çalışmalarına imkan verməyəcək. Biz Suriyanın yeni hökumətini dəstəkləyirik. Rəsmi məktublar mübadiləsi oldu. Təbrik etdik. Təbii, biz çox şadıq ki, indi nəhayət qardaş ölkəmiz Türkiyənin bu cənub sərhədində sülh olacaq. Türkiyəyə Suriyadan heç bir təhlükə olmayacaq. Bu bizim üçün çox vacib bir inkişafdır. Bu, həm də qlobal dəyişikliklərin bir hissəsidir və bundan başqa biz özümüz, Suriya xalqı və Türkiyə üçün sevinirik. Problemlər varsa onlara doğru hərəkət etmək lazımdır ki, onlar birincisi əhatələnsinlər, yəni işgüzarlıqla, digər tərəfdən yaxşı ideyalarla, tələb olunan təşəbbüslərlə. Və təbii ki, elə məsələlər var ki, onları sağlam mövqedə olan qüvvələr, onlar görürlər, onlar barədə düşünüb və təkliflər irəli sürürlər. Və nəhayət elə məsələlər də var ki, bəzi qüvvələr onları yoxmuş kimi qarşılayırlar, üstündən adlayıb keçirlər. Amma bu heç də bəyənilən sağlam bir münasibət deyil. Məsəl üçün, bizim problemlərdən biri
Azərbaycanlıların öz doğma yurtları Qərbi Azərbaycana qayıdışından ibarətdir ki, biz artıq bu məsələni beynəlxalq gündəliyə çıxara bilmişik. Bu Azərbaycan diplomatiyasının daha bir uğurudur. Və həqiqətən də yada salsaq ki, söz ictimai təşkilatdan gedir və bu təşkilatda yığışan insanlar, orada bir araya gələn bütün bizim soydaşlarımız hamısı haqqı tapdanmış insanlardır ki, onlar Ermənistanda doğulublar, indiki Ermənistanda, əzəli Azərbaycan torpaqlarında və dolduqları yerə qayıtmaq istəyirlər ki, inteqrasiya edərək Ermənistanda yaşasınlar və onların heç bir siyasi iddiası yoxdur və prosesləri yenə də qulaq ardına vuran tərəflər və ölkələr var. Seyxan və Azay müəllim və Hikmət müəllim, mən istədim, bax, sonda bizim sayılı dəyərlərimizlə bu məsələyə münasibət bildirsək. İlk dəfədir, bax, bu təşkilat, Qərbi Azərbaycan icması belə yüksək səviyyədə Antalya forumunda iştirak edir. Nümayəndələr orada çıxışlar eləyiblər, orada onların demək fikirləri çox böyük diqqətlə qarşılanıb və təbii ki, bu bizə nə vəd edir? Siz az əvvəl Suriyada baş vermiş prosesləri qeyd etdiniz və onun kifayət qədər müsbət sonuclanmasını və Suriya xalqının qələbəsi, yəni biz bunu belə təqdim etməliyik. Bu təbii ki, beynəlxalq sağlam qüvvələrin həm də zəfəri kimi dəyərləndirilməlidir Suriyada baş verən proseslər və biz əgər paralellər aparsaq, Suriyada baş verən proses, ümumən dünyanın bir sıra coğrafiyalarında baş verən proseslər, haqsızlıq, ədalətsizliyə son qoyulması və yeni baxış bucağı ilə yeni reallıqların yaradılmasına, o zaman çox əminliklə söylüyoruz ki, Cənab Prezidentin irəliyə sürdü və haqlı olaraq tələb etdiyi Qərbi Azərbaycandan qovulmuş həmvətənlərimizin bu öz doğma torpaqlarına, öz yurd yuvalarına qayıdışını beynəlxalq birlikdə də qəbul olunması çox vacibdir və Tofiq müəllim, mən çox qısa və sürətli söyləmək istəyirəm ki, artıq beynəlxalq gündəlikdə Qərbi Azərbaycanlıların qayıdışı ilə bağlı da bir belə deyək çağırış var və biz son Özbəkistanda Daşkənddə iştirak etdiyimiz Parlamentlərarası İttifaq çərçivəsində, bəli, Qoşulmama Hərəkatının parlament şəbəkəsinin deməli 4-cü konfransının son yekun sənədində məhz bir bənd və biz az əvvəl də söylədik, 120 ölkə buraya üzvü və parlament şəbəkəsində 60-a yaxın ölkə var və məhz bu ölkələrin imzası və çağırışı ilə Qərbi Azərbaycanlıların öz doğma yurd yuvalarına qayıtmasına çağırışın qeyd olunmasını əlbəttə ki, böyük qürurla qeyd edirik. Və o çağırış eşidilir dünya tərəfindən. Gəlin, buyurun, siz də qısaca zəhmət olmasın. Antalya forumunda qardaş ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğan dedi ki, yeni dünya nizamı ədalətə və qlobal vicdana söykənməlidir. Ədalət də, qlobal vicdan da, hüquq da onu tələb edir ki, Qərbi Azərbaycanlılar öz tarix torpaqlarına qayıtsınlar. Bugün Suriyadan qaçqın olmuş 3 milyon insanın artıq təqribən 1 milyonu geri qayıdıbdır. Yəni, müharibə başa çatdıysa, demək, müharibədən əvvəlki demoqrafik landşaft bərpa olunmalıdır. Qərbi Azərbaycanlılar da öz torpaqlarına qayıtmalıdır. Xüsusilə də o torpaqlar qalıblar öz başına. Orada yaşayış da yoxdur və bərbad bir vəziyyətdir. Buyurun. Biz torpaqlarımızı artıq, yəni indiki Azərbaycan arasında torpaqlarımızı işğaldan azad etdikdən sonra milli strateji hədəfimiz məhz digər bir ədalətin bərpasıdır. Bu da Qərbi Azərbaycanlıların deməli, təhlükəsiz və şərəfli şəkildə geriyə qayıtması, öz torpaqlarında yaşamasından bağlı həyata keçirilən işlərdir və çox sevinici haldır ki, məsələn, Azərbaycan Prezidentinin, dövlətimizin, xalqımızın qarşısına qoyduğu bu milli strateji hədəfə biz hər keçən gün addım-addım yaxınlaşırıq. Və dediyiniz kimi, artıq Qərbi Azərbaycan məsələsi beynəlxalq platformalarda artıq müzakirə olunur, qəbul olunur və əminəm ki, Ermənistanın nə qədər buna, deyək ki, əngəl törətməsinə baxmayaraq, bu məsələ çox belə də uzun müddət keçmədən öz həllini tapacaqdır və Azərbaycanlar öz haqq etdiyi, necə deyərlər, ədaləti alacaqdır və öz normal torpaqlarına qayıdacaqdır. Ona görə də bu cür platformalarda Qərbi Azərbaycan icmasının nümayəndələrinin iştirak etməsi təqdirə layiqdir və bu da bizim həmin o siyasətimizin bir hissəsidir, bir parçasıdır. Çox sağ olun, təşəkkür edirəm iştirakınıza görə və əlbəttə ki, Azərbaycan diplomatiyasının bu demək olar ki, şakəridir. Biz hansı məsələni gündəmə gətiririksə, onunla bağlı həmişə uğur qazanırıq və bizim qonşularımız da, onların arxasında duran havadarlar da gərək bu məsələni diqqətdə saxlasınlar və özləri üçün müvafiq qənaətləri çıxarsınlar. Çox sağ olun bir daha və mən hörmətli tamaşaçılarımıza da minnətdarım ki, bizə diqqət yetirdilər. Salamat qalın, efirdə görüşənəcək.